Telegram meyvələr oyunu Türkçəni dəstəkleyen keyboard və çoxlu bilməliləri bilim videonun bu verilişində izləyə bilərsiniz. İndi isə böyüyə heyvanların dünyanı necə gördüklərini bizə göstərəcəkdir. İtlər təkcə sarı, göy və qəhvəyi rənglərini görə bilərlər. İtlər geniş açılı görüşə sahibdirlər. Pişiklər də itlərə tay təkcə sarı, göy və qəhvəyi rənglərini görə bilən heyvanlardandırlar. Quşlar UV işınlarını görə bilən bir yaradıqdılar. UV işınları insana görünməzdir. Balıq qırmızı, yaşıl və göy rənglərini görə bilən bir suculdur. Siçanın gözləri bir-birindən bağımsız bir şəkildə hərəkət edə bilər. Siçan qırmızı rəngini görmədikdən əlavə dünyanı da bulanlıq görər. Telegram akkantınızın hack olduğunu sanırsınızsa, Yaşar'ın getdiyi yolunu siz də getməlisiniz. Telegramımızın hack olub olmamasını bilmək istəyirsinizsə, mən getdiyim yolu siz də gedin. Telegramı açın, settingindən privacy, yəni security'yə gedin, sonra security'nin alt bölümündən active session'ə keçməlisiniz. Active session'də sizin Telegram hesabınızı kullanan bilgisayarlar, mobillar və başqa aracıları görə bilərsiniz. Current session indi işlətdiyiniz dəstgahı göstərir. Aşağıda görünən active sessions sizin Telegram hesabınızla işləyən dəstgahlarla nüsxələri göstərən bölümdür. Bu mənim Telegramımın desktop nüsxəsidir. Bu birisinin nə olduğunu və kim işlətdiyini bilmədiyim üçün onu ələmək istəyirəm. Bəs barmağımı istəmədiyim dəstgahın üzərinə çəkib onu ələyirəm. İndi özümdən sonra kimsə mənim akkantımla Telegrama bağlana bilməz. Porsche'nin 50 yıl boyunda gəlişməyini, evrimini Aydın bir neçə saniyəlik klipdə bizə sərgiləyəcəkdir. 50 il qabaq üretilmiş Porsche görkəm açısında indiliklərlə elə də fərqli deyil. Ancaq görkəmi dəyişilməsə də motoru və olanaqları dəyişilib, yeniləşibdir. 1973-cü modellərindən Porsche quyruq darxasında görübdür. Bu quyruq illər boyunda kiçilib, böyülüb, hərdən də ələnibdir. Əsalət, güc, sportluğu hamısını bir yerdə istəyirsinizsə, Porsche sürməlisiniz. Milli plaklısını ala bilməsəz də, Araz plaklısını Təbrizin xiyabanlarında görüb kef edə bilərsiniz. Meyvələri uşaqlara tanıdıb onların türkçə adlarını öyrədən bir geyimi Arza sizə tanıtdıracaqdır. Uşaqlara farsça geyim, karton verib onlardan türkçə danışmaq istəmək biraz çətin olur. İstədiyor Cünay meyvələrin türkçə adlarını öyrətmək üçün bir gözəl geyim tasarlayıbdır. Bu geyimin dili bütünlükdə türkçədir. Meyvələr oyunu geyiminin ortamından bir qısa parça birlikdə izləyək. Salam uşaqlar, meyvələr və tərələr oyununa xoş gəlibsiz. Hansı meyvə ya tərənin adını desəm, tapcınan. Moz. Düz değil. Bunun adı nerede? Mobilınızın keyboardu türkçəni dəstəkləmir. Düz, döz, duz yazmaq istəyirsiniz, amma hamısını duz yazımı ilə yazırsınız. Bu sorunu çözən notepad-i Ərsəlan tanıtdıracaqdır. Türkçəni ərəb əlifba ilə yazanda onun oxunuşu biraz çətin olur. Oxunuşu rahat etmək üçün hərfləri doğru yazımı ilə yazmalıyıq. Dilimiz kanalı bu sorunu çözmək üçün bir özəl notepad hazırlayıbdır. Bu notepad mobil keyboardu dəstəkləməyən hərflərdən əlavə yarım fasiləni də dəstəkləyir. Bu notepadi kullanaraq döz, duz, düz sözcüklərini doğru yazımları ilə yazıb oxunuşlarını rahat edə bilərik. Yazdığınız sözcükləri başqa yerə göndərmək üçün yazdığınız sözcüğü seçib yuxarıda görünən qeyçi ikonunu basıb yazını kəsib istədiyiniz yerə yapışdıra bilərsiniz. Bizi YouTube'da, Facebook'da, Telegram'da, Aparat'ta və Bilim Səsi saytında izləyə bilərsiniz.